Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər. Ermənistanda parlament seçkiləri günü 7 iyun yaxınlaşdıqca müxalifət partiyaları fəallıqlarını artırmağa başlayıblar. Eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin qurultayı keçirilib. Partiyaya faktiki Levon Zurabyan rəhbərlik edir. Qurultay məhz onun baş nazirliyə namizədliyini irəli sürüb. Axar az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Bu partiyanın nəinki qələbə qazanmaq, parlamentdə təmsil olunmaq şansı belə azdır. Buna görə də Erməni Milli Konqresi digər müxalifət partiyalarla ittifaq formalaşdırmağa çalışır. Konqres iş adamı və Taşir şirkətlər qrupunun sahibi Samvel Karapetyanın partiyası ilə ittifaqa maraq göstərir. Çünki müxalifət partiyalarından məhz Karapetyanın lideri olduğu güclü Ermənistan partiyası Hakim Mülki Müqavilə partiyası ilə rəqabət apara biləcək gücdədir. Bu səbəbdən Erməni Milli Konqresi özünü Karapetyanın partiyasına calamaq istəyir. Ancaq Karapetyan bu haqda hələ qərar verməyib. Böyük ehtimalla Samvel Karapetyan daha geniş müxalifət koalisiyasının yaradılmasının tərəfdarıdır. Bu koalisiyaya Daşnakstun partiyasından tutmuş keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın partiyalarının daxil olması mümkündür. Ancaq bu qüvvələrin liderləri arasında illərdir fikir ayrılıqları mövcuddur. Əslində müxalifətin bir torbada toplanması baş nazir Nikol Paşinyanın maraqlarına xidmət edir. O haqlı olaraq bu koalisiyanı müharibə partiyası adlandıracaq və müxalifətin hakimiyyətə gələcəyi halda bölgədə yeni müharibənin başlayacağı təbliğatını aparacaq. Bu halda erməni seçiciləri seçim qarşısında qalacaqlar, ya Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq, ya da müharibə və Ermənistanın yeni və daha ağır itkiləri ilə üzləşmək, o qeyd edib.